ən və ən dadlı pizzanı hazırlayırıq. İddia edirəm ki, bu pizzanı nə Domino'sda, nə Papa John'sda heç yerdə yeyə bilmərsiniz. O dərəcədə əminəm. Deməli, ilk olaraq qazanımıza 2 stakan yarım un əlavə edirik. Üzərinə 1 yemək qaşığı dolusu qarğıdalı unu əlavə edirik. Təxminən yarım armudlu stakan yağ, duru yağ, 1 yemək qaşığı quru maya, ağız dadımıza uyğun olaraq duz əlavə edib və 1 stakan suyu ehmalca əlavə edib, yaxşıca bir xəmir qatıb, səhərdən axşama qədər gözlədirik. Qəşəng, yumuşaq, biraz da sulu xəmir əldə etmiş oluruq. Xəmirimin son halını videoda görürsünüz. Xəmirin bu şəkildə tam olaraq 12-13 saat saxlayırıq. Hətta bir sutkada vaxtınız varsa saxlaya bilərsiniz. Daha sonra xəmirimiz gəldikdən sonra isə taxtamızın üzərini təkrar qarğıdalı unu ilə bulayıb, əlimizi biraz yağla isladırıq və xəmiri masamızın üzərinə yerləşdirib, əlimizlə nazik bir şəkildə yayırıq. Daha sonra yaymış olduğumuz xəmiri listimizin üzərinə yerləşdirib, yuyka köməyi ilə üzərinə deşiklər açırıq. İndi isə keçirik sosumuzun hazırlama prosesinə. Bunun üçün 1 ədəd pomidorun üzərinə 3 diş sarımsaq, 1 yemək qaşığı tomat pastası, 1 yemək qaşığı biber pastası, ağız dadımıza uyğun duz, qırmızı istiot və duru yağ, olmazsa olmazı isə kək otunu əlavə edib yaxşıca blenderdan keçirdib, xəmirimizin üzərinə yaxşı-yaxşı hər tərəfli şəkildə yayırıq. Heç bir boşluq saxlamırıq. Bütün qəşəngcə bol-bol sosumuzu yayırıq. Sosumuzu yaydıqdan sonra isə Holland pendiri, mozzarella pendirimizi sürtkəcdən keçirib xəmirin üzərinə yerləşdiririk. Pendir seçimi çox önəmlidir. Pendiri seçərkən ən yaxşısını seçməyə diqqət edin. Çünki pendir pis olarsa avtomatik pizzanı da istifadə etməyin, hazırlamayın o dərəcə. Daha sonra isə üzərinə nuggetslarımı yerləşdirirəm. Nuggetsla pizza çox qəşəng olur. Siz səska kalbasa ilə hazırlaya bilərsiniz. Bizim evdə yeyilmir. Ona görə də nuggetsdan eləyirəm və çox möhtəşəm alınır. 3 ədəd böyük boy göbələyimi aypara şəklində nazik-nazik doğrayıram. Həmçinin 1 ədəd biberimi də eyni şəkildə doğrayıram. Doğradıqdan sonra isə hazırlamış olduğum ərzaqlarımı da təkrar pizzanın üzərinə yerləşdirirəm. Mənim fikrimcə pizzanın olmazsa olmazlarından biri qarğıdalıdır və daha sonra qəşəng konserva qarğıdalılarımı da üzərinə yerləşdirib, zeytunlarımı, qara zeytun mütləq məncə pizzada olmalıdır. Qara zeytunlarımı da üzərinə yerləşdirib, 180 dərəcədə isitmiş olduğum sobada altı üstü bişənə qədər təxminən 15 dəqiqə civarında bişirəm və beləcə möhtəşəm, ötəsi, dəhşətül vəhşət bir pizza alınır. Hazırlayan hər kəsə indidən nuş olsun.